Mən bir də heç kimi sevməyəcəm, mən bir də heç kəsə bağlanmayacağam, mən bir də heç kəsə ürəyimi açmayacağam. Olubmu sizin həyatınızda hallar, nə vaxt siz bu sözləri demişsiniz, ya da ki düşünmüşsünüz, ya da ki his olaraq bədəninizdən keçirmişsiniz. Əsas bu baş verir nə vaxt biz itki yaşayırıq, nə vaxt biz ayrılırıq, nə vaxt bizi aldadırlar, həmin zaman bura əlavə olunur. Mən bir də heç kəsə ürəyimi açmayacağam. Mən bir də heç kəsə inanmayacağam. Həmin zaman biz sizinlə ürək karmamızı bağlayırıq və sonra təəccüblənirik. Niyə görə mən həyatımın sevgini qarşılaya bilmirəm? Niyə mən hisslərimi ifadə edə bilmirəm? Niyə mən heç bir şey hiss etmirəm? Ya da ki, niyə mən hiss edirəm, amma bu qarşılıqsızdır və ailə həyatı qura bilmirəm, ya da ki, emosional soyuğam. Həyat elə qurulub, karma olaraq, evrən olaraq, enerji olaraq və s. Biz ya hər bir şeyi qəbul edirik həyatımızda, ya da ki, hər bir şeydən imtina edirik. Mümkün deyil ki, biraz sevək, hardasa sevək, hardasa sevməyək. Mümkün deyil ki, biraz inanaq, biraz inanmayaq, ya da ki, sevməyə həyatı davam edək. Çünki biz sosialıq, ətrafımızda insanlar var, biz ailə həyatı qururuq, biz uşaq dünyaya gətiririk. Və bu hisslər bizə çox önəmlidir. Və əlbəttə ki, hər bir münasibət, ya da ki, hər bir əlaqə əvvəl-axır bitə bilər, əvvəl-axır qırıla bilər, ya da ki, bizi təəssüfləndirə bilər. Bu həyatdır və həyatda hər bir şey mümkündür, hər bir şey olur. Mən bu yaxınlarda video paylaşdım, harda öz hisslərimi ifadə edirdim ki, mənim lütr pişiyim məni tərk etdi və bu hisslə heç cürə qəbullana bilmirəm. Və çox mesaj aldım, dəstək mesajları aldım, qınaq mesajları da aldım. Amma əsas mesajlar bu mənim də pişiyim var idi, ya da ki, mənim də itim var idi və o öləndə çox pis bunu yaşadım, ürəyim parçalandı və s. Və sonra qərar verdim ki, bir də mən heyvan saxlamayacağam. Bir də mən özümə yaxın belə heç kimi buraxmayacağam. Və həmin anda biz düşünürük ki, söhbət gedir dörd ayaqlı dostlarımızdan, amma əslində söhbət başlayır getməyə hər kəsdən. Çünki hisslərin fərqi yoxdur. Sən kimə qarşı onları hiss edirsən. Əsas var orada təmənnasız sevgi, istilik, mülayimlik hissi. Və sən onu qərar verirsən hiss etməməyə. Və sən bu qərarı verdiyin anda sıfırladırsan bütün hər nə olubsa aranızda. Yəni, bütün o xoş vaxtı, keçirdiyiniz xoş vaxtı birlikdə, o istiliyi, o mülayimliyi, sən onun üstündə hədd çəkirsən, sən onu dəyərləndirmirsən, sən onu gözdən salırsan, qiymətdən salırsan, çünki indi ağrıdır. İndi incidir, indi acı çəkirsən. Amma acı çəkmək bu sevincin və sevginin ayrılmaz bir hissəsidir. Hər kəs bu dünyadan əvvəl-axır çıxıb gedəcək, biz də çıxıb gedəcəyik və heç kəs bilmir nə vaxtdır kimin sonu. Biz düşünürük ki, kimsə xəstədir, ya da ki, kimsə yaşlıdır, deməli, onun vaxtı tez gələcək. Xeyr, biz bunu bilmirik. Və eyni zamanda da biz bu həyata gəlirik ki, sevək və sevilək. Bu məqsədlərimizin, missiyamızın
en önemlisidir. Ama bu hisler beni incidir diye ben bunları yaşamak istemiyorum. Ve bir tane de önemli bir mekan ne derecede büyük idi hisler, ister sevgi, ister bağlılık farkı yok. Ne derecede o büyükydü, o derecede de acı büyük olacak. Ve burada hemin mesuliyeti biz öz boynumuza götürebiliriz ki ben bunu yaşayayım, ben bunu his edeyim, ben bunu dadım, ben bu tecrübeni hayatımda alım, belki o bana getirecek başka da tecrübe. Acı tecrübe, ben darıxacağım, ben acı çekeceğim, ben pis olacağım, depresyada olacağım. Ama bu da hayatta, bu da onun ayrılmaz bir hissesi. Ya da ki yarımçıq yaşayabilirim, harda özümü bağladım, hiç kəsi yaxın bırakmıram. Ama aynı zamanda elbette ki istəyirəm, elbette ki istəyirəm o yaxınlığı, o sevgini, o istiliyi hiss etmek ki ben önemliyim, ben kiməsə lazımam. Ve bu hissi bize tek insanlar yaşatmır. Heyvanlar da bize bu hissi yaşadır. Yine de hiçbir farkı yoktur. İndi söhbət getmir heyvanlardan ya da ki insanlardan. Söhbət gedir hislerden. Ve bu çok önemlidir ki bunu anlayasınız. Yarımçıq yaşamağa seçenler, onlar bilirsiniz belə xroniki, monoton depresiyada yaşayırlar, yarımçıq yaşayırlar. Əlbəttə ki, həyatlarından narazıdırlar. Əlbəttə ki, ona buna baxıb kimsə baxıllıq edir, kimsə acıq eləyir, kimsə xoşlanmır ki, aha, kimdəsə nəsə yaxşıdır, məndə pisdir. Hər kəsdə reaksiya fərqli olur, amma nəticədə bədən, bizim emosional durum, bizim şuurlu və şuursuz çalışır o çərçivələrdən çıxmaq. Çərçivələri isə biz özümüz qoyuruq. Nə vaxt biz qəbul etsək ki, mən bu insanla birlikdəyəm və əlbəttə ki, ola bilər ki, o həyatı tərk edəcək. Ola bilər ki, o məni tərk edəcək. Ola bilər ki, bu hisslər ya onun tərəfindən, ya mənim tərəfimdən bitəcək. Və bu da bitmə və ümumiyyətlə hər bir şey bitəcək. O zaman biz həmin o dadını çıxarda bilərik. Nə qədər mesajlar alıram, mən qorxuram sevgilimi itirmək, qorxuram ki, sevgi bitəcək, ya da ki, o çıxıb gedəcək, ya da ki, ümumiyyətlə hər bir şey bitəcək. Bu ayrılmaz bir hissədir. Qorxmaq əvəzinə, əgər biz düşünsək, necə anları elə dəyərləndirək ki, sonra xoş xatirələrlə bunları yada salaq. Necə mən bu gün, bu anda sevgimi ona hiss elətdirim, göstərim. Ona da köməklik edim bəlkə də bunu mənə göstərmək. Yaşayaq bunları. Çünki var iki seçim. Ya ben yaşayıram qorxa, birdən itəcək, birdən o və əlbəttə ki o itəcək. Sən qorxsan da, qorxmasan da o itəcək. Sadəcə sən qorxsan itirməyə, itirəndə o qədər orada gəzəb, günahlandırma, gözlərini salmaq, dəyərdən salmaq, özünü günahlandırmaq, özünü qapamaq və yəni o qədər böyük drama var. Biri də var, bu məndə var və mən buna görə xoşbəxtəm. Mən buna görə təşəkkür hissinin içindəyəm. Mən buna görə hər gün sağ ol deyirəm ki, mən belə bir təcrübə yaşamışam. O qədər insan var, belə bir hisslərə ya da ki, belə bir emosiyalara, belə bir anlara, yaxınlığa həsrət qalan, onlar bunu bacarmırlar yaratmağa. Amma bugün bu mənə verilibsə, mən bunun üçün təşəkkür edirəm. Bu bilirsiniz nəyə oxşuyur? Əgər biz bir də getməsək restoranlara, səyahət etməsək, nələrisə yenilikləri sınamasaq ya da ki, dadmasaq, çünki yox, biz bunu mənimsəyə bilmərik.
Heç bir şey bizə məxsus deyil. Heç kəs bizə məxsus deyil və biz də heç kəsə məxsus deyilik. Biz bu dünyaya gəlirik ki, müəyyən təcrübələr alaq və çıxaq gedək. Və vay bizim halımıza, əgər biz özümüzü bu təcrübələrdən məhrum edirik, gizlədirik. Çünki qorxuruq, çünki aldanırıq, çünki utanırıq. O insanlar öz huzurunu tapmayacaq və yenidən eyni döngülərdən keçməli olacaqlar, yenidən itki yaşamalıdır, yenidən çətin anlardan keçməlidir, ağırlıqlardan keçməlidir ki, bu nəticələri çıxartsınlar. Nəticə də nə? Hər bir şey həyatdır. Hər bir şey Allahdan bizə gəlir. Vergi də, itki də. Bəs vergiyə əgər seviniriksə, niyə itkiyə təşəkkür heç olmasa bildirməyək? Niyə görə heç olmasa bildirməyək ki, heç olmasa itirməyə nəyimsə var idi. Bu qədər həyatım mənasız deyildi. Bu qədər mən mənasız yaşamadım. Birdən kimin sağlığına gələr demək ki, sən bilmirsən nə danışırsan, mən falan kəsi itirdim, o etki idi, sən indi birdən pişiyə görə. Söhbət heç kəsdən getmir. Söhbət hisslərdən gedir, bu bir. İkincisi, mən kifayət qədər insanlar itirmişəm bu həyatda. Buna görə də, əgər kimsə istəsə bəs-bəsə girmək, mənimlə siz bəs-bəsə girə bilmərsiniz. Buna görə də eşidin. Çalışın, əsas fikri eşidin. Əsas fikir də odur ki, ürəyinizi açıq saxlayın. Hər bir təcrübə üçün təşəkkür edin. Hər bir təcrübəyə dəyər verin. Bəli ağrılıdır, bəli incidir, bəli, amma həyat davam edir. Həyat davam edir. Və bu hissləri, hansıları biz nə vaxtsa hiss etmişik, onlar artıq bizə məxsusdur. Biz bu hissləri başqa bir insana sonra bəxş edə bilərik. Ona yönəldə bilərik. Özümüzə, insana, ya da ki, hansısa yaradıcılığa, öz sevgimizi orada ifadə edə bilərik. Əgər yenə də onu mənimsəməsək və hansısa konkret bir insana bağlamasaq. Məndə bu qədər.